Milli Kitabxanada Ustad Tarzən, xalq artisti Bəhram Mansurova həsr olunan biblioqrafiyanın təqdimatı olub. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə hazırladığı nəşrdə sənətkarın həyat və yaradıcılıq yolu, muğam sənətinin inkişafına verdiyi töhfələr, tar ifaçılığı sayəsində formalaşdırdığı məktəb və pedaqoji fəaliyyəti ilə bağlı məlumatlar toplanıb. Biblioqrafiyanın elmi redaktoru Kərim Tahirov, ön söz müəllifi isə akademik Rafael Hüseynovdur. Təqdimat mərasimində çıxış edənlər Ustad Tarzənin Azərbaycan muğamının qorunması, inkişafı və təbliğindəki xidmətlərindən, tar ifaçılığı sənətinə gətirdiyi yeniliklərdən və gənc musiqiçilərin yetişdirilməsindəki rolundan danışıblar. Qeyd olunub ki, Bəhram Mansurov biblioqrafiyanın elektron versiyası da oxucular üçün əlçatandı. Çıxışlardan da göründü ki, bizdə oradan da uğurlu bir layihə olubdur. Biz Mədəniyyət Nazirliyi ilə birlikdə belə layihələri həmişə yerinə yetirdik. Bu günə də Azərbaycanın görkəmli elm, mədəniyyət və musiqi xadimlərinin haqqında 150-dən artıq belə biblioqrafiya çap eləmişik. Məndən fəxr edər ki, Bəhram Mansurov kimi virtuoz Tarzənin Azərbaycan musiqi mədəniyyətini tarixində tarıb, UNESCO səviyyəsində sinəsinə alaraq ora qaldıran bir insan haqqında belə bir kitabı çap eləmək, nəşr eləmək, tərtib eləmək bizə nəsib oldu. Belə bir kitabın bu günlər biblioqrafiya şəkildə də çıxarı çox labıd olardı. Niyə görə? Çünki materiallar həddindən artıq çoxdur və gələcək nəslə lazım olan şeylərdir. Çünki bu təkcə burada Bəhram Mansurovun tərifi gedir, burada gedir Azərbaycan musiqisini, Azərbaycan mahalları yox edib sürdü.